Yenə İbn Qayyimdən gətirək, Allah ondan razı olsun, çox gözəl kəlmələri var. Deyir ki, sünnələri, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnələri, yəni yolunu, dinini, deyir, ümmətə çatdırmaq, düşmənin sinəsinə oxu çatdırmaqdan daha əfsəldir. Çünki deyir, düşmənin sinəsinə oxu çatdırmaq, yəni oxu sinəsinə vurmaq, batırmaq da, yəni düşmənlə mübarizə aparmaq. Deyir, bunu hər kəs bacarır. Lakin deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsini insanlara yalnız deyir, Peyğəmbərin varisləri və ümməti içərisində olan xəlifələri edərlər, onları bacararlar. Deyir, Allah Taala deyir, bizləri onlardan eləsin. Doğrudan da elədir, görürsən, bax, cihad elan olunsa, yəni ölkəni qorumaq, milləti qorumaq, dini qorumaq, görürsən, çox adam gedəcək. Həddi büluğa çatan 15 yaşından, 70 yaşından qardaş hamı dedi ki, mən gedilmək istəyirəm. Lakin deyəndə ki, bax, dəvət meydanına atılmaq lazımdır, elm öyrənmək lazımdır, bu yolda səbr eləmək lazımdır. Hamı işin gücünü atacaq, qardaş. Hamı ailəsini qoyub gedəcəkmi? Təbliğat aparmaq lazımdır, Allahın dini yaymaq lazımdır, burada çətinliklər, məşəqqətlər var axı. Bunu hamı edəcəkmi, qardaş? Görürsən ki, reallıq da odur ki, bunu hamı eləmir. Görürsən, alimlərin sayı bir o qədər deyil, elm tələbələrin sayı bir o qədər deyil, dəvətçilərin sayı bir o qədər deyil. Yəni, insanlara nisbətdə, döyüşənlərə nisbətdə o qədər deyil. Məsələn, döyüş elan olunan deyirsən, 5 min, 10 min, 20 min gedir. Amma eyni anda həmən millətdən 10 mindən tələbə var? Yoxdur. 10 mindən alim var? Yoxdur. Görürsən? Deməli, deyib, bunu hamı bacarır. Lakin Allahın dinini yaymaq, sünnələri, Peyğəmbər sallallahu aleyhi ve sellem şəriətini hamı bacarmır. Gör nə deyir? Deyir ki, Peyğəmbərin varisləri və ümməti içərisində onun xəlifələri bunu edərlər. Subhanallah. Gör necə vəsf edir. Və həmişə deyirəm, qardaş, həm alimlər üçün, həm də ölkəndə olan elm tələbələr üçün daima dua edin. Ki, Allah onları sabit eləsin, Allah onları möhkəm eləsin. Allah onları fitnədən, əhlindən, şərdən, əhlindən qorusun. Niyə? Onların sabitliyi, qardaşım, dində sabit qalmağı, onlara qulaq asanların sabit qalmasıdır. Elədir, yoxsa yox? İndi hamının sevdiyi bir bəlli bir tələbələr var. Adam var deyir ki, mən məsələn, filan tələbə daha çox qulaq asıram, filan kəsə daha çox qulaq asıram, mən 5 nəfər daha çox qulaq asıram. İndi Allah qorusun. O 5 nəfərdən 1, 2, 3, 5-i azsa, ehtimal var ki, ona qulaq asanlar da aza bilər. Elədir, yoxsa yox? Hələ biz bunu qoyularaq, bizdən olmayan adamlara qulaq asıb azanlar çoxdur. Deyirsən, qardaş, məsələn, filan kəslərə qulaq asma olmaz da, yəni problemli adamlardır, əqidəsində, mənhəcində. Gör, nə qədər onları dinləyib, hələ aramızdan çıxıb gedib azanlar var. İndi Allah qorusun, içimizdə əgər kimsə elm tələbələrindən yolunu azarsa, düzdürmü? Batil fikirlər irəli sürərsə, danışarsa, gör, indi ona qulaq asan, onu sevən nə qədər insan aza bilər. Və ona görə də bizim sabit qalmağımız üçün biz də həmişə gələ dua eləyək ki, alimlərimiz də sabit qalsın. Onlar üçün dua eləmək, tələbələrimiz də sabit olsun ki, biz də büdürəməyək. Onlar büdürəyəndə, qardaş, bizə də təsir edir. Elədir, yoxsa yox? İxtilaf şərdir, yoxsa yox? İxtilafların baş verən səbəbi nədir? Elm əhlinin ixtilaf eləməsidir. Qardaş, yəni sən deyək ki, bu qardaş sıravi bir müsəlmandır. Elmdən belə böyük bir payı yoxdur. Kimisi dinləyir də, qardaş, düzdür? Deməli, onlar ixtilaf eləyəndə bunlar da ixtilaf eləyəcək. Görürsən, adi məsələn, hər dəfə müəyyən məsələlər var ki, ixtilaf var, bir qrup belə ayrıldı, bir qrup belə ayrıldı. Niyə? Filan tələbə belə deyir, filan alim belə deyir. Qardaşlara da təsir onların ixtilafı. Ona görə sabitçi diləmək, həmişə ki, Allahım elm əhlini qoru, onları sabit elə. Bu duaları çoxaltmaq lazım. Həmişə dualarınızda onlar üçün dua edin. Onları da xatırlayın. Bu çox mühümdür. Allah Taala bizləri həmişə sabit eləsin, hamımızı qorusun, hifz eləsin, qardaşlar. Fitnədən, əhlindən, şərindən qorusun. Həmişə öndə gedən, xeyirdə öndə gedən bəndələr eləsin.